Filmlərdə çox gördüyümüz məşhur Subway brendi artıq bugündən etibarən Bakıda açıldı. Mən Ağşəhərdəki filialının açılışındaydım. Bilirsiniz ki, bu brend sandviçləri ilə dünyada çox məşhurdur və hər kəs çox bəyənir. Və mən də gəlib yoxladım fikirlərimi sizlərlə bölüşmək üçün. Mən elə düşünürəm ki, belə fast food brendləri Bakıda açılırsa, food blogerlər dəvət olunmalıdır, onlar yoxlanılmalıdır. Ancaq heç kəs dəvət olunmamışdı. Mən sırf sizlər üçün yoxlamağa getdim. Müxtəlif seçimlər var idi. Hər kəsin ağız dadına uyğun, tək xoşuma gəlməyən nüans 1 saat bizim sandviçi gözləməyimiz oldu. Tək mən yox, hər kəs çox gözlədi. Bu hal biraz xoşa gəlməz oldu. Xaricdə olarkən də Subway sandviçlərini yoxlayıb bəyənmişdim. 10 manat və üzəri alış-veriş etdiyiniz zaman da yarışmada iştirak edə bilirsiniz. Özümə 11 manat 50 qəpiyə kombo menü götürdüm. Kartofli, içki və İtalyan sandviç daxil idi. Anama isə tiryaki soslu belə bir dürüm götürdüm. Sandviçin dadını bəyəndim. Kartoflilər yaxşı bişməmişdi. Anamın dürümünün dadını isə elə də sevmədik. Siz bəs necə yoxladınız? Soslar isə əla idi.